Toplu 2019 birinci hissə. Deməli, hansı bölməydi uşaqlar? İki paralel düz xəttin 3-cü ilə kəsişməsindən alınan bucaqlar. 20-dən sonraki suallar. İndi 21-i yazacağıq. Yazın görək, siz də şəkil çəkin. 21. Belə bir şəkildir. Burada bir S nöqtəsi götürüb. Ümidvaram oxşatdım. Bax, bu A'dır. Buranı yazıb 9x. Bura K'dır. Sonra bu B'dir. Buranı verib 156 dərəcə. Buranı da verib 3x. Bu da L'dir. L nöqtəsi. İndi deyir ki, AK paraleldir SL-ə. Bucaq B bərabər 156 dərəcə olarsa, bucaq B AK-nı soruşur. Uşaqlar, bu ikisi bir-birinə paraleldir. Görürsünüz? Yenə həmişə elədiyimiz qaydadan istifadə edin. Bu təpədə bunlara bir paralel düz xət keçirdirəm. Paralel düz xət keçirdim. Bax, görürsünüz? Bununla bu paralel olduğu üçün, bura 3x olduğu üçün, burada 3x olacaq. Niyə? Uyğun bucaqlar. Bura oldu 3x. Bura 9x olduğu üçün, burada 9x olacaq. Düzdürmü? Niyə? Bununla bu da uyğun bucaq. Onda 156 nəyə bərabər? 12x-a, yəni 3x üstə gələk 9x, da bunları silirəm. 9x bərabərdir 156 dərəcədir. Bu elə qalsın, onsuz da bizə lazım olacaq. Onda nə olur? 12x bərabərdir 156, 14 mi eləyir, nə eləyir? 13 mi eləyir? X bərabərdir 13 dərəcə. Düzdür? X bərabərdir 13 dərəcə. Bizdən də bu bucağı soruşur elə. 9x-i tapaq. 9x nəyə bərabərdir? 90 vuraq, 9 vuraq 13 dərəcə. 117 dərəcədir. Bura uşaqlar 117 dərəcədir. Bu da onun qonşusudur. BAK-nı soruşmur mu? Deməli 180 dərəcədən bərabərdir. 180 dərəcə çıxaq 117 dərəcə. Bu isə 63 dərəcə mi edir? A variantı. Yaz. Yaxşı. 23. Çox yakışıqlı sualdır. İndi görəcəksiniz. Deməli, bunlar öz vaxtında qəbula düşmüş suallardır. Xatırlayıram bu suallarını. Belədir. Biraz qısaldaq. Yaxşı. İndi nöqtələr yazaq. C-dir. Şöyle bura D-dir. A-dır. B-dir. K-dır. Y-dir. F-dir. Buranı verib 160 dərəcə. Buranı verdik 40 dərəcə. Yaxşı. Yazıb ki, AB paraleldir YF olarsa və BK da paraleldir DY olarsa. Nəyi tapın? Bucaq BAC-ni. Görün indi. Hansı bucaqdır? Baxım ondan sonra. BAC hansıdır? Bu bucağı soruşur. Neyə bilərik? Heç nə, buradan bir dənə paralel keçirdək. Görək nə olur. Bir paralel keçirsəm, bu bizə nə verəcək? A'dan D'yə. A'dan D'yə. A'dan D'yə buraya. Elə də eləmək olar. Düz deyirsən, uzatmaq olar. Uzatmaq olar, belə də eləmək olar. Heç nə, siz dediyiniz kimi eləyik. Uzatdım bu xətti. Düzdürmü?
Bura 160 olanda bura neçə olur? 120 niyə deyir? 20-cə dərəcə. 20 dərəcə. 20. Niyə görə 20-dir? Daxili bir tərəfli bucaqlar. Daxili bir tərəf. İndi burada isə biz artıq məcbur xarici bucaqdan istifadə eləmək. Siz də xarici bucaq keçin. Özünə qonşu olmayanım. Burada 60 dərəcə. İstəyirsiniz başqa variant fikirləşək. Ən qısa yol budur, söz yox. Bax, fikir ver. Bununla bu bir-birinə paraleldir. Bu da kəsəndir. Düzdür? Bura 160 olanda bura 20'dir. Bura 20, bura 40. Düzdür? Xarici bucaq da buradır. Ya da belə eləmək olar. Üçbucaq bucaqların cəmini də bilmirik elə hələ. Yox, indi hələ keçməmişdi, ona görə deyirəm ki. Hə, deməli, xarici bucaqdır. Yaxşı, qoy qalsın belə. Deməli, BAS neçə oldu? 60 dərəcə. S. Keçək 25'ə. Görək 25'də nə var? Amma məncə başqa yolla eləmək olar. 40. Qoy bir 10 cəhd eləyim uşaqlar. Nəsə bu mənim ürəyimcə olmadı. Bunu buradan uzadıram, belə paralel. Düzdürmü? Bura 40 dərəcədir. Düzdür? Bax, bu 160 olanda, bura baxın, 160 dərəcə. Qoy laf sırf öz bildiyimiz yol. 160 olanda bura 20 dərəcə olurmu? 20 dərəcə. Niyə? Uyğun. Bununla da bu daxili çarpazdır. Nə? Burada 20 olur. Deməli, cəmi 60 dərəcə. Başa düşdünüz? Deməli, bununla bu 40 dərəcə buradır. Bu ikisi də 160'dan 20, daxili çarpazla 60. Yaxşı, neçədə indi? 25. Görək 25'də nədir? Bu da yakışıklıdır mı? Biraz. Hani 25 bitirdim. Hə, yox, bu sizin bildiyiniz adi suallardan. Çəkək şəkili. Belə. Bu deməli A'dır, bu B'dir, bu C'dir, bu da D'dir. Yəqin ki, A, B'yə paraleldir. Niyə orada söhbət heç dayanmır Alızadə, sən bilərsən. Ha? C də paraleldir D'yə. Özdə mən bilirəm, Əmrah ovadı səni danışdıran, sən danışan deyilsən. 2 alfa buradır, 4 alfa da buradır. Alfa bucağını soruşur uşaqlar. Paralellik də verilib də. Hansınla işləyək? Məsələn, bu 2 alfa olanda burada 2 alfa eləyirmi? Niyə? Uyğun bucaqlar. Bununla bunun cəmi 180 eləyir. Niyə? Xarici bir tərəflidir. Bəli, 2 alfa üstə gələk 4 alfa bərabərdir 180 dərəcə. 6 alfa 180 dərəcədir. Alfa bərabərdir 30 dərəcədir. Bizdən də bunu soruşur. Yazın. 27. Görək 27'də nə var? Bax, bunlar hamısı növbəti dəfə sizə düşəcək sınağın sualları da nəzərə alın. 27. Uşaqlar, bu da yakışıklıdır. Görək 27-ci şəkil. Belə bir. Görürsünüz, maraqlı sualdır. A'dır, B'dir, C'dir, D'dir. Yəqin ki, AB CD-yə paraleldir. Hə, AB paraleldir CD-yə. Bucaq AX hesab edir. Bax, bura X-dir. Bucaq B 20 dərəcədir. 20 dərəcə. Bucaq C, o yazım da. Bucaq A bərabərdir X-dir. Bucaq B bərabərdir 20 dərəcədir. Bucaq C bərabərdir 3y çıxaq 4 dərəcədir. Bucaq D də 70 dərəcədir. Deyir, X çıxaq Y fərqini tapın. Bu yazım görüm nədir? Hələ mən bilmirəm. D 70'dir. Buranı bildik. Onda sizcə X neçə olar? Daxili çarpazdır. Bura baxın. Görürsünüz. Ham baxır, nəzrin. CD ilə AB bir-birinə paraleldir. Bu da kəsəndir. Görürsünüz, daxili çarpazdır. X neçə olur onda? X bərabər 70. X bərabər 70 dərəcə. C-ni nə verib? 3y
Çıxaq 4 dərəcə də bu. Bax, bu da daxili çarpazdır. Bəli. 3y çıxaq 4 dərəcə də bərabərdir 20 dərəcədir. 3y bərabərdir 24 dərəcə. Y-dəki 8 dərəcədir. Bizdən isə x çıxaq y-i soruşur. 70-dən də çıxırıq 8 dərəcəni alızadə. 62 dərəcə edir. Səhv deyirdik. 62-dir mi cavab? Düzdür. Yaxşı. 70 neçəsə deyirdim. 62 mi deyirdi? Hə, yaxşı, düz deyirdi. Keçirik 29. Bax, bu da yakışıqlıdır uşaqlar. Baxın, görün. Çox rast gələcək sizə bu sual. Deyir ki, A paraleldir B-yə, C də perpendikulyardır B-yə. X-in dərəcə ölçüsünü tapın. Şəkli çəkək. Bax, bu A-dır, bu B-dir. Bura X-dir uşaqlar. Sonra buradan bir perpendikulyar çəkin. C. 90 dərəcə deyil. Buranı alfa deyib, buranı da 2 alfa deyir. X-i da tapmaq lazım. Əvvəla, bax, bura 90 dərəcədir. Onda bu ikisinin cəmi də 90 dərəcə eləyirmi? Yazırıq. Alfa üstə gələk. 2 alfa bərabərdir 90 dərəcə. Yəni alfa bərabərdir 30 dərəcədir. Alfa 30 dərəcədirsə, bunun qarşısındakı neçə olur? Deməli, burada 30 dərəcədir. 110 dəyən də var idi. Onda x neçə olur? Daxili bir tərəfli olduğu üçün x bucağı bərabərdir 150 dərəcə edir. Yaxşı. Keçək 31-ə. 31. İki paralel düz xətt ilə onları kəsən düz xəttin əmələ gətirdiyi daxili bir tərəfli bucaqlardan biri 112 dərəcədir. İki paralel düz xəttdir və onları kəsən düz xəttdən A ilə B paralel uşaqlar, A paraleldir B-yə. Bu da C olsun. Daxili bir tərəfli bucaqlardan biri 112-dir. Aydın məsələ ki, 112 kör bucağı olan hissəni götürməliyik. Deyir ki, bu bucağın təm böləni və ikinci paralel düz xəttin əmələ gətirdiyi böyük bucağın dərəcə ölçüsündə. Bax, bunun təm bölənini çəkirəm. B. Təm böləni çəkdim. 112 buraydı. Bu böyük bucağı soruşur. X-i. İkinci paralel düz xətdir. Gəlin, baxaq, görək nədir. Təm böləndirsə 112, yarı bölürsə neçə olur? 56 dərəcə buradır, 56 dərəcə buradır. Uşaqlar, bura neçə olar? Səbəb 56 dərəcə buradır. Bu da bunun qoy. Ya da heç onun neyin edir ki, bunlar daxili bir tərəfli düzdür. Onda x bərabərdir 180 dərəcə çıxaq 56 dərəcə. Bu da 124 mi edir? 124 dərəcə. Yaxşı. 33-ə baxaq. 33. Ha, məqsəd, başa düşürsənmi? Və niyə yazmıyorsan? Səni canlı yayımda çırpacam. Qoy elə şeyə də düşsün. Yazıq yaz. 33. Xəstədirlər. Uyğunluğu müəyyən edin. Uşaqlar çəkək. A-dır. B-dir. Bu da C-dir. Bu da beta bucağıdır uşaqlar. Burada alfa bucağıdır. İndi uyğunluğu deyir müəyyən edin. A, B-yə paraleldir. C də kəsəndir. Birincidə yazıb ki, beta bərabərdir 2 alfadır. İkincidə yazıb ki, beta bərabərdir alfa üstə gələk 42 dərəcədir. Üçüncüdə yazıb ki, beta bərabərdir 5 alfadır. Gəlin indi burada müəyyən hesablamalar aparaq. Əvvəla, burada alfadır da. Biz bilirik ki, burada alfa ilə betanın cəmi 180 dərəcədir. İndi demirmi ki, 2 alfadır. Deməli 3 alfa 180'dir. Alfa neçə olur?
60 dərəcə, betada olur 120 dərəcə. Keçirik bu birisinə. Demirmi ki, ikisininki deməli cəmi 180-dir. Onda buradan yazıram qaralama kimi, sonra siləcəm. Alfa üstə gələk beta 180 deyilmi? Alfa üstə gələk, betanı da alfa kimi yazsaq, alfa üstə gələk 42 dərəcə bərabərdir 180 dərəcə edir. 2 alfa bərabərdir 138 dərəcə. Alfa da bərabər 69 dərəcə budur. Alfa bərabər 69 dərəcə. Beta da bərabərdir 111 dərəcə edir. Düzdür? 111. Keçirik 3-cü hala. Deməli, 5 alfa, beta 5 alfadır. Bu da alfa, 6 alfamız 180'dir. Alfa bərabərdir 30 dərəcə. Beta da bərabərdir 150 dərəcədir. Qoy qaralamanı silim, uyğunlaşmaları yazaq. Deməli, hansıydı? 1, 2, 3. Buradan yazın. 1, 2, 3. Deyir ki, beta 150 dərəcədir. A variantı 3 aiddir. B bəndində deyir ki, alfa 69, B 2'ye aiddir. Beta 120 dərəcədir. C 1'e aiddir. Alfa 68 dərəcədir. Yoxdur. Beta 111 bu 2'ye aiddir. Y variantı. Cavab budur. Keçək 35'e. 35'də 3 dənə şəkil verib. Deyir ki, A1 paraleldir. A2 olarsa uyğunluğu müəyyən edir. Deməli, 3 şəklin üçünü də çəkəcəm. Birincisi belədir. Siz də çəkirsiniz. İndi yoxlayacağım. Dəftərinizdə mütləq olsun. Bu A1'dir. Bu A2'dir. Buranı verib alfa. Buranı da verib 9 alfa. İkincisi. İkincisini də buradan yazıram. Belə bir şəkildir uşaqlar. Bu A1'dir. Bu A2'dir. Buranı verib alfa. Buranı da verib 4 alfa. Üçüncüsü də buradan çəkirəm. Belədir. Bu A1'dir. Bu da A2'dir. Buranı verib alfa. Buranı da verib 1,5 alfa. Buranı silək. Biraz yerimiz genişlənsin. Böyle bu alfa olanda bu da alfa olur mu? Bu tam bucaqdır 360. Deməli 10 alfa bərabərdir 360 dərəcə. Alfa olur birincidə. Alfa neçə olur? 36 dərəcə olur. Bu belə. Keçirəm ikincidə. Bu alfadır, burada alfadır. Daxil çarpaz olduğu üçün. 5 alfa 360 dərəcə eləyirmi? Deməli alfa bərabərdir 72 dərəcə. İkincidə də alfa bərabərdir 72 dərəcə ilə. Üçüncüyə baxaq. Şöyle bu alfa olanda bu da alfadır. Deməli 2,5 alfa 360 dərəcədir. Alfa bərabərdir 240 eləməlidir. Səhv eləməlidir. 240 mı yoxsa? Qoy bölək. 2'də 5 alfa bərabərdir 360. 144 mü yoxsa? 144. Hesablama səhvi sağ əlimdən gəlirdi. 144 dərəcə. Çox gözəl. İndi uyğunlaşmalara baxaq. Görək variantlarda nədir? 1, 2, 3. Deməli 35 idi elə. Alfa bərabərdir 36 dərəcə. A bəndində. 1'ə uyğundur. Alfa 108 yoxdur. C bəndində alfa 144. C 3'ə uyğundur. D'də 140 yoxdur. Y bəndində 72 2'yə uyğundur. Keçirik 37'yə. 37 belədir. Və belə. Bu D1, D2, D3. Bura
alfadır, bura betadır, bura isə qammadır. Deməli, uyğunluğu deyir müəyyən. Yazır ki, D1 paraleldir, D2 paraleldir, D3'dür. Deməli, birincisi alfa bərabərdir 110 dərəcədir. İkincisi alfa bərabərdir 120 dərəcədir. Üçüncüsü isə alfa bərabərdir 130 dərəcədir. Beta, qamma bunları tapmaqladır. Uşaqlar, beta neçədir birincidə sizcə? Niyə? 110 dərəcə, düz deyirsən. Bəs qamma neçədir? Niyə? Daxili çarpaz. Görürsünüz, alfa ilə qamma, bunlar onsuz da paraleldir bir-birinə. Daxili çarpaz deyil, üzr istəyirəm. Hə, yox, bunu mən daxili bir şey fikirləşirdim. Deməli, ondan fikir verin. Bax, bura alfadır, məsələn. Alfa ilə qammanın cəmi 180-dir. Ona görə demək olar. Keçir indi ikincisində. Uşaqlar, beta neçədir? 120. Bəs qamma 60 dərəcə. Üçüncüsündə beta neçədir? 130. Qamma isə 50 dərəcə. İndi uyğunlaşmaları yazaq görək. Nəyə uyğun gəlir? Deməli, 37 idi elə. Beta çıxaq qamma bərabərdir 40 dərəcə. Bu birinciyə uyğundur. A variantı. Alfa çıxaq qamma 60 dərəcə. Bu ikinciyə uyğundur. B variantı. Alfa çıxaq qamma 30 dərəcə. Yoxdur belə bir şey. Beta çıxaq qamma 60 dərəcədir. Bu da ikinciyə uyğundur. D. Beta çıxaq qamma 80 dərəcədir. Y də üçüncüyə aiddir. Keçirik 39'a. Otuz doqquzda da yenə müxtəlif şəkillər verib uşaqlar. Biri belədir. Deyir D1 paraleldir D2 olanda uyğunluğu müəyyən edir. Birincisi. Məsələn, belədir. D1, D2. Bax, bura 60 dərəcədir, bura 80 dərəcədir. Və bizdən betanı soruşur. Görəcək, bayaq eləmişik də. Hə, ikinciyə baxaq. Belə, belə, sonra bir dənə belə, sonra belə bir düz bucaq çək. Bu da D2'dir, bu D1'dir. Buranı verib 30 dərəcə. Bax, beta da buradır, bizdən betanı soruşur. Üçüncüsü isə, üçü də buradan yazıram. Belə. Uşaqlar, bu D1'dir. Bu D2'dir. Buranı verib 50 dərəcə. Bax, burada betadır. Beta. İndi hər üçün yazaq, sonra baxaq görək nə olur. Bu heç daha burada beta bərabərdir. Birincidə beta bərabərdir 140 dərəcədir. Bu ikisinin cəmi. İkinciyə baxaq. İkinciyə baxaq. Bax, buradan bir dənə paralel keçirdirəm hər ikisinə. Bura 30 olanda burada 30 olur uşaqlar. 30 dərəcə. Daxili çarpazdır. Bu da daxili bir tərəfə 90'dır. Onda beta neçə olur? Bəli, ikincidə beta bərabərdir 120 dərəcədir. İndi bura baxın. 50 olduğu üçün burada 50 dərəcədir, daxili çarpazdır. Onda beta 310 dərəcə. Bəli, üçüncüdə də beta bərabərdir 310 dərəcə. Uyğunlaşmalara baxaq. Deməli, 1, 2, 3. Beta 140 dərəcə. 1'ə A'dır, bəli. Beta 180 yoxdur. C variantında 310. C 3'ə uyğundur. Beta açıq bucaqdır. Böyükdür. Açıq bucaqdan böyük olan üçüncüdür. D'dir. Qoy görüm D'dir mi? Hə, D. 120 də Y də ikincidir. Yaxşı. Baxım neçə dənə qalıb.
47 dənədir. Yaxşı, vaxtı bunu da qalanlarını gələn dəfə yazdıram. Sağ olun. 40-a qədər